Mərdəkan qəsəbəsində yerləşən Günəşli Sağlamlıq Mərkəzində yenidən qurma işləri başa çatdırılıb. Yenilənmiş yataq korpusunda 80 çarpayılıq 50 otaq, həkim və fizioterapiya kabinetləri müasir avadanlıqlarla təchiz edilib. Mərkəzdə fizioterapiya, naftalan vannaları və digər müalicə prosedurları üçün şərait yaradılıb. Ərazidə yollar, işıqlandırma və su təchizatı yenilənib, yaşıllaşdırma işləri aparılıb. Hər bir xəstəmizin, hər bir pasiyentin stasionar müalicədən sonraki dövrdə reabilitasiyaya ehtiyac olur və bu məsələlərin bu sayda çox olması reabilitasiya xidmətlərin daha öz səviyyədə verilməsinə səbəb olacaq. Biz stasionar müalicə almış xəstələrimizin xəstəxanadan sonraki dövrdə tam bərpasının həyata keçirilməsi üçün artıq bu məsələlərə tam rahatlıqla vətəndaşlarımızı göndərə biləcəyik. İstər Abşeronda, istərsə də ölkəmizin digər güşələrində sanator kurort müəssisələri yenidən qurulur, əsaslı təmir olunurlar və əhali üçün müxtəlif müasir sanator kurort və reabilitasiya proqramları təklif olunur. Bugün iştirak etdiyimiz bu açılış həqiqətən də Abşeronda deyərdim bu silsiləli ənənəni davam etdirir və bugün gördüyümüz sanatoriya ən müasir tələblərə cavab verir.